İnanılmaz bir şeydir. Bir oğlan tam 20 il bağlı qalmış konteyneri gözü bağlı alır. Açanda içindən nəhəng yük maşını çıxır. Ehtiyatla çıxardır və sadəcə şoka düşür. Əfsanəvi Ford F250 Custom Ranger XLT 1877-dir. Nə qədər də iri maşındır. Maşını dərhal bərpa üçün ustaya aparırlar. Təəccüblüdür ki, kuzov pis qorunmayıb, sadəcə qalın toz qatı uzun illərin izini xatırladır. İlk olaraq təkərlərdən başlayırlar. Off-road və ağır şərait üçün ideal ölçüdədir. Böyük diametr və hündür oturuş maşına möhtəşəm klirens verir. Xüsusi avtokimya və fırçalarla təmizlənir. Sonra yük platformasına keçirlər. 20 ilin çirki və xırda tullantılar yığılmışdı. Əvvəlcə sadə yuyulur, sonra aktiv köpük və fırçalarla dərindən təmizlənir. Növbə kuzovundur. Xüsusi kimyəvi məhlul illərin kirləri həll edir. Güclü su təzyiqi isə toz qatlarını aparır. Yavaş-yavaş parlaq qırmızı rəng üzə çıxır. Elə bil F250 yenidən canlanır. Amma bununla kifayətlənmirlər. Qalın aktiv köpük vurulur. Onun güclü formulu hətta 20 illik kiri də asanlıqla aparır. Ölçüsünə baxın. İnsanın yanında bu F250 əsl nəhəng kimi görünür və budur. Təmiz, tərtəmiz, parıldayan vəziyyətdədir. İndi isə kapotu açmaq vaxtıdır. Açan kimi qarşımıza bir maşın yuvası çıxır. İçindəki sakinlərlə birlikdə təmizləyirlər. Və nəhayət qarşımızda bu monstrun ürəyi 6,16 litrlik V8. Bu mühərrik təxminən 180 at gücü verirdi. Amma əsas gücü at gücündə deyil, fırlanma anındadır. Təxminən 440 növt. Məhz bu sayədə bu mühərrik ən ağır şəraitdə işləməyə qadirdir.